Bugün e-Avto avtomobil salonundayıq və müxtəlif avtomobillərdən xüsusi Haval Raptor avtomobilini sizlərə təqdim edəcəyik. Ray-Ban Meta ilə çəkilişimizi həyata keçiririk. Avtomobilimiz Haval Raptor modelidir. Sinifinin ən üst komplektasiyasıdır və Azərbaycanda yalnız bir ədəddir məhz bu komplektasiyada Haval Raptor avtomobili. Səbəblərini sayacağım. İlkin olaraq mat boz, avtomobilin ön radiatorluğuna gördüğünüz kimi dağlıq şəkilli radiator önlüyü qoyulub, ablisovka deyək. Ön faralara barmaqlıqlar qoyulub, raşotka. Aşağı sarı dumanlılar. Ön hissədə yuxarıda damda bagajı görürük. Gəlirik yana. Qara disk təkər, Black Edition. Yan hissədə əlavə bagaj quraşdırılıb, üzərində Haval yazısı ilə və avtomobilin arxa hissəsində ehtiyat təkər quraşdırılıb. Əlavə olaraq qapını açırıq. Elektron ayaqaltı bizi qarşılayır. Eksteriyerimiz narıncı rəngdədir. Panoramik lüku görürük. Head-up displeyimizi görürük. Oturacaqlarda isidilmə və ventilyasiya mövcuddur. Əlavə olaraq zaten saydıqca bitməyəcək qədər konfigurasiya mövcuddur bu avtomobildə. Avtomobil off-road olduğu üçün belə bir əl fənəri də mövcuddur. Və maqnit formada bura yerləşdirilir. Qapını örtdükdə vakuumu görürük, yəni pilisos. Bunlar hamısı əlavə quraşdırılmadır. Məhz bu avtomobili ölkədə yeganə etməsi üçün əlimizdən nə gəlirsə, off-road aid, rahatçılığa aid, premiumluğa aid quraşdırmışıq bu avtomobilə. İnteryerini bu formada da göstərirəm sizə. Daha sonra gəlirik pləkanına. Avtomobilin üzərində bagaj olduğu üçün pləkan da qoyulub, ora qalxmaqdan ötürü. Pləkanımızı bu formada açırıq. Bu formada artıq yuxarı qalxmaq olar. Bu formada örtürük. Kilitləndi. Buradan açarı da var, heç kim aça bilməsin deyə. Arxa qapısını açdıqda içəridə yan pərdələri görürük. Bunlar hamısı sadaladıqlarım əlavə quraşdırılmalardır. Kifayət qədər böyük bagajı mövcuddur və bu avtomobil bizim salonumuzda 61.900 manata satışdadır. Əgər təqdimatı bəyəndiksə, növbəti avtomobilin hansı olacağına qərar verin. Kia EV5 elektromobili mövcuddur. Li 6 modelimiz mövcuddur. Unizedlər, Q07'ləri zaten mənim fikrimcə məlumatınız var. Li 7 Ultra Enfull komplektasiya avtomobili mövcuddur. Sizcə növbəti avtomobil təqdimatı hansı olsun? Fikirləriniz önəmlidir.